Bu bir ziyafətdir ki, bunun hesabını İmam Hüseyin ağa ödəyib. Amma nə ilə ödəyib? Əli Əsqərinin qanı ilə, Əli Əkbərinin qanı ilə. Bu elə bir ziyafətdir ki, burada əziyyət yoxdur. Bunun hesabını İmam Hüseyin ağa verib. Zarafat bilməyin, Allaha and olsun bu məclisin ləzzəti, burada daddığımız ləzzət insanın dada biləcəyi ən ali ləzzətdir. Bu elə-belə yoldan keçən məsələ deyil. Sadəcə yoldan keçənlərə də verir. Ne üçün? Çünki adi halda buna zəhmət lazım idi. Biz də o zəhmətə hazır deyilik, tənbəlik, bizi yaxşı böyütməyiblər. İmam Hüseyin ağa burada meydana girir. Deyir, eybi yoxdur. Bu yolda nə qədər zəhmət çəkəcəkdi hamısı. Hamısını ver mənə. Zəhməti mən çəkim. Keyfi bunlar. Bu bir ziyafətdir ki, bunun hesabını İmam Hüseyin ağa ödəyib. Amma nə ilə ödəyib? Əli Əsqərinin qanı ilə, Əli Əkbərinin qanı ilə. Bu nə üçün gedib bunların hamısına? O ləzzət ki, biz onun üçün yaranmışıq, tənbəllik eləyirik ona tərəf gedək. Gör bizi nə qədər çox istəyir ki, bizim tənbəlliyimizi kompensasiya eləmək üçün deyir, ilahi nə lazımdır? Bunlar otura-otura çatsınlar ona. Görün biz ağaya nə qədər borcluyuq. Görün biz ona nə qədər borcluyuq. Bu hisslə siz bu məclisə gəlməsəz, İmam Hüseynə təşəkkür eləyə bilməzsiniz. İmam Hüseyin ağa həmin o yaradılış ləzzətinə çatdırmaq üçün bu yükü öz üzərinə götürüb.